Şəhid anası deyir ki, bizim qonşularımızdan, qohumlarımızdan, tanışlarımızdan hər kim mənim oğlumun şəklini paylaşırsa, onunla hətta aramızda ədavət olsa da, küskünlük olsa da ona qarşı rəğbətim, məhəbbətim artır və aramızda olan küskünlüyü bir anlıq unuduram. İndi başa düşdünüz biz niyə İmam Hüseyin əleyhissalamı yad eləyirik, matəm saxlayırıq, yas saxlayırıq? Əgər bir insan Peyğəmbər balasının çəkdiyi müsibətləri yad eləyib ağlayarsa, ən azı Məhərrəm ayı gələndə Peyğəmbər balasına matəm saxlayarsa, Peyğəmbər salavatullah həmin şəxs barəsində hansı fikirdə olar? Yox, sən niyə matəm saxladın? Sən niyə Məhərrəm ayı gələndə matəm saxladın, ağladın? Sən gərək şadlıq eləyərdin, sən gərək deyib gülərdin, əylənərdin. Belə deyər, yoxsa şəhid anası kimi, şəhid atası kimi həmin şəxsə qarşı məhəbbət bəsləyər, həmin şəxsdən hətta aralarında küskünlük belə olsa, həmin küskünlüyü bir anlıq qırağa qoymaz. Allah nə deyər bu məsələyə? Şəhid İmam Hüseyin əleyhissalamın anası olan şəhid anası xanım Zəhra nə deyər bu məsələyə? Niyə ağladın deyər, yoxsa şəhid anası kimi, şəhid atası kimi rəftar eləyərlər? Hətta düşməninin belə əzizinə hörmət eləsən, onun əzizinə ürəyin yansa, düşməninin qəlbində sənə qarşı məhəbbət yaranacaq. Bu insanın fitrətindədir, insanın zatındadır. Doğru olan da budur. Əgər doğru olan budursa, niyə Peyğəmbər əksin eləsin? Niyə xanım Zəhra əksin eləsin? Niyə Allah əksin eləsin? Niyə ağlayanları günahlandırsın? Niyə ağlayanlara sən bidət eləsin desin? Adi insanlara yaraşdırmadığınız şeyi necə Peyğəmbərə nisbət verirsiniz? Necə Peyğəmbərə yaraşdırırsınız? Necə xanım Zəhraya yaraşdırırsınız? Necə uca Allaha yaraşdırırsınız? Mənim tanıdığım şəhid atası Peyğəmbər, şəhid atası Həzrəti Əli və şəhid anası xanım Zəhra haqq hesab günü gələndə onların əzizinə ağladığım üçün məni şikayət etməzlər. Əksinə mənə şəfaət edərlər. Sizin tanıdığınız Allah, sizin tanıdığınız Peyğəmbər əgər qiyamət günündə onların əzizinə ağladığımız üçün bizim əməlimizə bidət deyib bizi cəzalandıracaqlarsa, mən bu Allahdan, mən sizin bu Peyğəmbərinizdən bizaram.